Siz abituriyentlər və biologiya sevərlər, bugün mən DİM 2023-ün model testlərindən olan botanikaya aid bir test paylaşdım. Gəlin onun cavabına baxaq. Testdə deyilir ki, Eylerven diaqramına uyğun bəndləri müəyyən edin. Bizə sarımtıl çiçək və yaşıl çiçək veribdir. Deməli, bu söyüd bitkisidir. Söyüd. Söyüdün sarımtıl çiçəkləri erkək çiçəklər, yaşıl çiçəklər isə dişi çiçəklərdir. Bir də deyilir ki, rüşeym kisəsi əmələ gəlmir. Rüşeym kisəsi erkək çiçəklərdə əmələ gəlməz. Ona görə də sarımtıl çiçəklərə əlavə edirəm. Tozcuq borusu əmələ gəlmir. Bunlar da sarımtıl çiçəklərdə əmələ gəlməz. Çiçək yanlığı yoxdur. Söyüdün çiçəkləri qeyri-tam çiçəklər adlanır. Ona görə də 3-ə əlavə edirəm. Erkəkcik yoxdur. Yaşıl çiçəklərdə erkəkcik olmaz. Malik olduğu bitki iki evli bitkidir. Bəli, söyüd iki evli bitkidir. Yəni bir bitki üzərində erkək çiçəklər, digər bitki üzərində isə dişi çiçəklər olur. Ona görə də 3-ə 5-i də əlavə edirəm. Cavab 1-də 1, 2, 2-də 4, 3-də isə 3, 5 oldu.